Allah-u Teala əziz qardaşlarım Əl-Həcc surəsinin 1-ci və 2-ci ayəsində buyurur: "Ya eyyuhan-nasu ittaqu rabbakum inna zalzalata's-sa'ati şey'un azim. Yawma tarawnaha tadhhalu kullu murdi'atin amma arda'at wa tad'u kullu zati hamlin hamlaha wa taran-nasa sukara wa ma hum bisukara walakinna azaballahi şedid." Ey insanlar, Rəbbinizdən qorxun. Həqiqətən o saatın sarsıntısı, dəhşəti bir şey olacaqdır. O gün görəcəksiniz, hər bir əmzikli körpəsi olan qadın öz əmizdirdiyi uşağı unudacaqdır. Uşağı atacaqdır, əziz qardaşlarım, unudacaqdır. Hər bir hamilə qadının bətnindəki uşağı salacaqdır. İnsanları sərxoş görəcəksən. Elə bil ki, insanlar sərxoşdur. Sağa sola səkəcəklər. İləri arxaya səkəcəklər. Yıxılıb qalxacaqlar o günün dəhşətindən, sarsıntısından. İnsanları sərxoş görəcəksən. Halbuki onlar sərxoş olmayacaqlar. Allahın əzabı hədsiz şiddətlidir. Görün mənim əziz qardaşlarım, qiyamət günü Allah-u Teala nələrdən bizə xəbər verir ki, hətta o gün üçün əziz qardaşlarım və möhtərəm bacılarım hazırlayacaq. Ki o gün gəlməzdən qabaq o gün üçün hazırlayacaq. Və görək, bilək ki, qarşımızda belə bir gün var. Əziz qardaşlarım və möhtərəm bacılarım, belə bir gündə, bu cür dəhşətli bir gündə, insanların halının bu vəziyyətə gələcəyi bir gündə, hansı ki Allah-u Teala buyurur: "Yawmen yec'alul vildane şibe." O gün körpə uşaqlar, balaca körpə uşaqların saçı məhşər meydanında qorxudan dümməqappaq ağaracaq. Gəlin görək möhtərəm qardaşlar, həmin günü Peyğəmbər sallallahu aleyhi və səlləm ümmətini unudacaqmı? O gün Peyğəmbər sallallahu aleyhi və səlləm ümmətini tərk edəcəkmi? Yoxsa o dəhşətli gündə Peyğəmbər sallallahu aleyhi ve sellem ümmətinin sağ tərəfindən duracaq. Gəlin möhtərəm qardaşlar, inandığımız Peyğəmbər sallallahu aleyhi ve sellemin ahirətdə ümmətinə olan mövqeyinə baxaq. Qiyamət günün dəhşəti möhtərəm qardaşlar, hər kəsi sarsındıracaq, hətta Peyğəmbərləri belə, hətta şəhidləri belə, hətta sıddıqları belə. Hər kəs o gün qorxacaq, əziz qardaşlar. Hər kəs özü haqqında düşünəcək. Kimisə kimsə maraqlandırmayacaq. Hətta ən yaxın insan olsa belə. Hətta Peyğəmbərlərin öz övladları belə. Hətta Peyğəmbərlər belə öz analarından düşünməyəcək. Heç kəs möhtərəm qardaşlar, hər kəsi özü maraqlandıracaq. Görəsən, əməl dəftəri sağ tərəfindən mi veriləcək, yoxsa sol tərəfindən mi? Görəsən, cənnətə mi daxil olacaq, görəsən, cəhənnəmə mi? Görəsən, üzü gülənlərdən mi olacaq, yoxsa ağlayanlardan mı? Görəsən, taxtlar üzündə oturanlardan mı olacaq, yoxsa üzü üstündə məhşər meydanına sürülənlərdən mi olacaq? Hər kəs bu maraqlandıracaq, əziz qardaşlar. Hətta Peyğəmbərləri belə. Əziz qardaşlarım, qiyamət günü məhşər meydanında günəş insanların başına qədər, bir mil miqdarına qədər yaxınlaşdıracaq. Yaxın olacaq. Və insanlar o gün, o günəşin istisində hamısı tər içində olacaq möhtərəm qardaşlar və insanlar o tərin
səviyyəsi, tərin miqdarı insanların əməllərinə görə olacaq. İnsan o gün nə qədər günahkar olacaqsa, o qədər öz tərinin içində boğulacaq, o qədər öz tərinin içində olacaq. Kiminin o günün dəhşətindən, o günün istisindən, kiminin təri topuğuna qədər olacaq, kiminin dirsəyinə qədər olacaq, kiminin köbəyinə qədər olacaq, kiminin isə qulağının ucuna qədər olacaq, ağzına dolub çıxacaq. O gün əziz qardaşlar, məhşər meydanında duruş insanların hamısını sarsındıracaq və hamısını yoracaq. Və bütün insanlar, əziz qardaşlar, məhşər meydanında durmaqdan bütün insanlar əzab əziyyət çəkəcək. İxlasla.com saytı tərəfindən təqdim olundu.